Yaxşı, başlayalım mürəkkəb adlar mövzusundan. Deməli, izahımıza. Deməli, mürəkkəb adlar. Mürəkkəb adlar biz xüsusi isimlər keçmişdik o vaxtı. Deməli, xüsusi isimlərdə belə bir şeydir ki, varlığı tək olanları bildirirdi xüsusi isimlər. Varlığı tək olan anlayışlar idi. Məsələn, deyək ki, insan adı olsun, nə bilim, dəniz adı olsun, hansısa qışa adı olsun, fərq eləmir. Deməli, onlar xüsusilik bildirən sözlər idi ki, hamısına fərqlənirdi. Biri var ümumi isim, biri xüsusi. Bir də burada var mürəkkəb ad. Orada sözdən fərqlənirdi o xüsusilik. Burada isə söz birləşməsi ilə fərqlənəcək o xüsusilik. Yəni, mürəkkəb ad budur. Mürəkkəb ad heç vaxt bitişik yazılmır, mütləq ayrı yazılmalıdır. Məsələn, yazılır bura ki, deyək ki, Əli Axundov insan adıdır və deməli, ayrı yazılıb. Ayrı yazılıb. Mürəkkəb addır, xüsusilik bildirir. Bir adamı, deməli, Əli olsaydı xüsusi isimdir. Əli Axundov yazmışam, deməli, bu mürəkkəb addır, xüsusilik bildirir. Mürəkkəb adlar həmişə ayrı yazılır. Bir də var, mürəkkəb sözlər. Bu ayrı şeydir artıq. Mürəkkəb sözlər bitişik yazılır, defislə yazılır, bəzən də ayrı yazılır, tərkibi deyilir onlar. Hə, məsələn, onlar bitişik yazılır, ya defislə yazılır, ya da bəziləri var ki, tərkibi mürəkkəb söz deyirik ona. Onlar da ayrı yazıla bilir. Məsələn, buraya yazılır ki, su iti. Bitişik yazılan mürəkkəb sözdür, mürəkkəb ad deyil. Deməli, indi mürəkkəb ad var, bir də söz birləşməsi var. Onlara baxırıq ki, bu söz birləşməsi nədir, mürəkkəb ad nədir? Bunlar keçmişik. Yox, mürəkkəb ad keçməmişik. Deməli, Mürəkkəb söz keçmişik. Mürəkkəb söz keçmişik. Hə, söz yaradıcılığı olsun. Deməli, mürəkkəb adlar söz birləşməsi şəklində olur. Bax, onu dedik. Bir də var ki, mürəkkəb adın özü. Deməli, hər ikisi bunlar mürəkkəb cümlə özü olurlar. Cümlə özü kimi təhlil olunanda cümlə özü iki cür olur. Sadə cümlə özü, bir də mürəkkəb cümlə özü. Mürəkkəb adla söz birləşməsi də mürəkkəb cümlə özü hesab olunur. Ondan sonra mürəkkəb adlar mütləq bir sözü mütləq bir söz böyük hərflə yazılmalıdır. Cümlənin arasında yazılmağına fərq yoxdur. Ya cümlənin ortasında da olsa mütləq bir sözü böyüklə yazılmalıdır. Ola bilər ki, bütün sözləri böyük hərflə başlasın mürəkkəb adına. O başqa şeydir. Birazdan keçəcəyik ki, yazılış qaydalarını keçəcəyik. Yəni, bir də var ki, məsələn, deyirik ki, məsələn, yazırıq burada ki, məsələn, Arazın deməli, görüntüsü. Araz çayının arasında. Görüntüsü. Bir de yazmışam ki, Araz çayı. Bunlardan biri mürəkkəb addır, biri isə söz birləşməsidir. Deməli, baxırıq ki, Arazın görüntüsü. Burada nə deyir Arazın görüntüsü? Salam olsun. Deməli, baxırıq ki, Arazın görüntüsü söz birləşməsidir. Üçüncü nöqtənin söz birləşməsini görürük orada biz. Və burada bir xüsusilik bildirmə yoxdur. Bir dənə Araz sözü xüsusi isimdir, o ayrı şeydir. O böyük hərflə yazıla bilər. Burada isə Araz çayı isə xüsusilik bildirən bir söz birləşməsidir. İkisi birlikdə. Arazın görüntüsündə bir xüsusilik yoxdur ki, ikisi birlikdədən söhbət edirəm, amma ikisi birlikdə. Tək Araz sözünü söhbət, Araz orada xüsusi isimdir, o ayrı şeydir. Yəni, mürəkkəb ad və söz birləşməsi bir-birinə oxşayır, hər ikisi ayrı yazılır. Fərq ondadır ki, mürəkkəb adlarda xüsusilik olur. Sonra, mürəkkəb adların yazılış qaydalarını keçirik indi. Mürəkkəb adların yazılışı. Bunu üç tipdə qeyd edə bilərik. Deməli, belə yazalım ki, bütün başlıq kimi yazıram ki, bütün hərflər böyük. Hərfləri böyük olanlar. Bütün hərflər, yəni mürəkkəb adının ilk sözlərindən söhbət gedir. Yəni, daha elə yazmamışam. Yəni, o ilk yazmışamsa, əgər bütün hərflər böyük, yəni ilk sözlərindən söhbət gedir. Bunlar hansı olacaq? Üç qrupdurlar. Deməli, bir, insan ad soyadları. Buraya yazıram ki, ad soyadlar. Ad və soyadlar. Bu bir. Yəni, ad və soyadın adı da böyük hərflə başlamasa, soyadını da. İkinci qrup, böyük hərflə yazılanlar, deməli, idarə və təşkilat adları.
dövlət müəssisəsi adları. Yazaq bura ki, idarə və təşkilat adları. İdarə və təşkilat adları. Təşkilat adları. Deməli, burada məsələn yazıram ki, şöbə sözünü yazıram, şöbə. Bir idarə adı kimi istifadə edəcəm, bir də idarə adının olmayan. Məsələn, deyirəm ki, əvvəlki indi təhsil şöbələri var idi, biz indi təhsil sektorudur. Belə deyirəm ki, məsələn, Xaçmaz rayon təhsil şöbəsi. Bu təşkilat adıdır. İlk hərflər nə olacaq? Böyüklə başlayacaq. Belə deyirəm ki, hansısa idarənin tərkibində şöbələr olur. Məsələn, xəstəxananın tərkibində məsələn deyək ki, stomatologiya şöbəsi, mən belə məsələn deyək ki, kardiologiya şöbəsi. Bunlar artıq xüsusilik bildirim, mürəkkəb addır, amma ki, təşkilat adı deyil. Onda şöbə sözü kiçik olacaq. Məsələn, mən yazıram ki, travmatologiya şöbəsi. T böyük, mürəkkəb addır, amma şöbə sözü kiçik olacaq. Bax, bir dənə elə şeylərə fikir verin, yəni ki, dövlət adıdır ümumilikdə götürəndə. Sonra bu idarə və təşkilat adlarında bəzi fərqləndirici sözlər olur. Deməli, üzrə, yanında, deməli, nəzdində də ola bilər. Deməli, kimi sözlər, məsələn, deyirəm ki, prezident yanında idarəçilik akademiyası. Bax, orada yanında fərqləndirici bir sözdür, yəni belə o böyük hərflə olmurlar. Onlar kiçik hərflə olur. Bu, belə sözlər, məsələn, deyir ki, insan hüquqları üzrə, deməli, dövlət agentliyi, məsələn, deyək. Üzrə nədir orada fərqləndirici? Kiçik nə olacaq? Təşkilat adı olsa belə, bu fərqləndirici sözlər olur, belə sözlər. Onlar kiçik nə olur? Onu yadda saxlayaq ki, bunlar belə olur. Bir də üçüncü qrup, böyük 3 dənə tip var. İlk sözləri böyük olanlar. Üçüncü qrupumuz isə deməli, ölkə və respublika adları. Ölkə adları, belə yazaq da. Ölkə, vilayət adları. Deməli, ölkə və vilayət adları. Vilayət yazma yaxına, ölkə, respublika adları. Məsələn, yazıram ki, Rusiya Federasiyası. Bax, Rusiya Federasiyası yazmışamsa, ölkə adı. Hər ikisi böyüklə başlayır. Rusiyada R böyük, Federasiyada F böyük olacaq. Azərbaycan Respublikası, Azərbaycan R da böyük olacaq. Deməli, məsələn, yazıram ki, Naxçıvan Muxtar Respublikası. Necə olacaq? Hamısı böyük nə olacaq? İlk hərflər, ilk sözlərin ilk hərfləri böyük hərflə olacaq. Deməli, bunlara diqqət edəcəksiniz. Bax, bir dənə bunlar ya, bütün gedənlər, yəni bütün ilk sözü böyük olanlar. İkinci qrupa keçəcək indi. 3 qrupla öyrənəcək bunlar. İkinci qrupumuzda olur. Bunlar silək indi. Yəni ki, bunlar aydın oldu. Yadda saxlayın bunları. Silək bunları. İkinci qrup mürəkkəb adlarımızda deməli, birinci söz böyük hərflə yazılır. Deməli, buraya yazaq ki, bütün hərflər yox. Onu bir daha sileyim. İlk söz. İlk. Ben yazdım ki ilk söz. İlk söz büyük hərflə. İlk söz büyük hərflə. İlk söz büyük hərflə olacaq. Deməli, onlar hansılar olacaq? Deməli, burada qeyd edəcəm. Okean, dəniz, küçə, göl, prospekt, deməli, rayon, körfəz, sol. Belə artıra bilərsiniz. Bunun tipində olanlar da ola bilər, yazmadıqlarında ola bilər ki, ilk söz böyük. Məsələn, bax yazardınız. Buraya yazıram ki, Hind okeanı. Hind okeanı kiçik. Mürəkkəb adlı bəli. Bir xüsusilik bildirən okean. Onu kiçik yazdım. Sonra yazıram bura ki,
Məsələn, yazılır bura ki, Bəşir Səfəroğlu küçəsi. Səfəroğlu küçəsi. Kiçik. O heç, onu saymırıq da, yəni ilk söz böyük olur deyirik. Sonra yazılır bura ki, məsələn, göl adı hansı ola bilər, bir dənə göl adı? Xəzər. Xəzər göl, ay sağ ol. Yəni Xəzər böyük, göl kiçik nə olacaq? Sonra dəniz məsələn olsun ki, qırmızı dəniz. Bunlar böyük hərflə olur. Rayon, məsələn yazaq bura ki, Şuşa rayonu. Şuşa rayonu. Və yaxud da ki, Xaçmaz rayonu və Quba rayonu. İlk söz böyük nə olur bunlarda? Bax, bu ikinci qrupumuz idi. Bura qeyd elədik. Bu tipdə olanları ilk sözü böyük götürəcəksiniz. Sonra silirikları üçüncü qrupumuza keçirik ki, onlarda dırnaqdan istifadə olunacaq artıq. Böyütdüm onu. Deməli, üçüncü qrupumuz olacaq. İlk söz dırnaqlı. Dırnaq içərisində. İçərisində böyük söz. Bunlarda böyük hərflə olur. Bir dənə sözü böyük. Amma fərq ondadır ki, ilk söz dırnaq içərisində olur. Deməli, bunu necə öyrənəcəyik? Bunu necə yadda saxlayacaq biz? Hansılar? Hansısa bir adam verir o adı, xüsusi bir adam, yəni xalq tərəfindən yox. Məsələn, deyir ki, Sakit Okean, bunu xalq qəbul edir bunu. Bir adam vermir bu adı ona. Sakit Okean, hamı belə qəbul edir, elmdə, məsələn, alimlər bunu belə qəbul edirlər. Bunu bir adam vermir bu adı. Görürsünüz? Yəni razılaşıb bir komissiya bu adı verirlər ora. Deməli, bunlarda dırnaqda olmur. Hansısa ki, bir adam verib, xüsusi bir adam o adı verib ona, o mürəkkəbada və yaxud da ki, bir təşkilat o adı verib ora, sırf bir təşkilat məsələn. Məsələn, hansısa nazirlik o adı verib, o müəssisəyə deyək, o xüsusi. Onlarda dırnaqda olur. Hansılar olacaq indi orada? Deməli, yazıram bura ki, əsər adları. Yazan özü ad verəcək də əsərinə, düzdür? Sonra ikinci qrup yazıram bura ki, restoran adı, kafe, restoran. Kafe, restoran. Sonra yaza bilərik bura ki, mağaza adları. Özəllər. Hə, belə deyəcəksən, özəllər, yəni kimsə ad verib ora. Kimsə ad verib ora. Sonra yaza bilərik ki, orden, medal adları. Orden və medal adları. Orden və medal adları. Sonra deyə bilərik ki, məsələn, küçə adını yox da artıq. Küçə hamı elə qəbul edir. Bütün insanlar onu elə bir xüsusi bir adamın deyir o küçə. Bütün insanların da yəni arası ikincisidir. Orada dırnaq olur. Sonra baxın yadda saxlayalım. Deməli, bunlarda dırnaqda nə ola bilər? Film, teatr, film adları, qəzet adları yazmışam bilmirəm. Hə, deməli, belə yazıram ki, film. Film, kino adları. Sonra qəzet adları. Deyək ki, bunlardan biri yaddan çıxdı ki, onlar ayırsın dırnaq. Yadda saxlayın ki, bunu belə deməli tapacaqsınız ki, görək bunu bir qurum veribmi buna, bir xüsusi adam veribmi bu adı buna. Hə, elədirsə dırnaqda. Məsələn, nümunələrə keçirik ki, Leyli və Məcnun poeması. Əsər idi. Bunun Nizami Gəncə və yaxud da Məhəmməd Hüzur verib, öz əsərini belə ad verib. Əsər adıdır, dırnaqda olacaq Leyli və Məcnun. Leyli də, Məcnun da böyük hərflə olacaq, çünki onlar insan adı bildirir ona görə. Sonra 7 gözəl, məsələn, baleti. Keçirik bu teatr film adlar. 7 gözəl baleti. Deməli, 7 Y dırnaqda olacaq, o da Y böyük, gözəl kiçik, çünki ümumi isimdir. Dırnağa bağlanır, baleti kiçik hərflə. Sonra keçirik bura, məsələn, qəzet adına İstiqlal qəzeti, Xalq qəzeti, Xalq dırnaqda. Çünki bu qəzeti hansı nəşriyyat adını alır belə. Hansısa nəşriyyat bu qəzeti belə alır, bu qəzetin adı belə olsun. Ondan sonra keçirik, məsələn, mağazaya deyirik ki, İstədiyiniz bir mağaza deyə bilərsiniz ki, Neptun, nə bilim, mağazası, Araz, məsələn, mağazası, istənilən bir bahar mağazası, ad verib də adam mağaza açıb, özünə bir ad seçib mağazası üçün. Sonra kafe, restoran adları, məsələn, deyək ki, Cıdır Düzü restoranı. Bax, Cıdır Düzü deməli dırnaqda olmalıdır. Çünki hansısa o xüsusi bir obyektdir də, başa düşürsünüz? Biz SDV olanda necə olur? Sədərək Ticarət Mərkəzi. Sədərək dırnaqda. Çünki ad veriblər ora, xüsusi bir adamdır. Ticarət mərkəzi onlar kiçik olacaq artıq.
Başa düşürsünüz? Bax belə. Yəni özünüz dərk edəcəksiniz. Bu mövzunu hansı böyük, hansı kiçik nə olur, birinci dərk etmək lazım, sonra yazmaq lazım. Əzbərləməklə yaddan çıxan şeylər bunlar. Sonra silirik bunlar, indi davam edirik bunların hələ yazılışından ki, deməli burada bəzi istisnalar var ki, məsələn, onlar necə yazılır? Onlar baxacağıq. Bunu silək. Bitirmişik bunlar. Dedim ki bu orden adları zad var. Bunlar şeydir, adı dırnaqda olur. Məsələn deyir ki, şöhrət ordeni ilə tərtib olundu. Şöhrət olur. Şöhrət dırnaqda olacaq. Orden adıdır. Sonra deyir ki, məsələn, Cəbrailin azad olunmasına görə medalı. Cəbrailin azad olunmasına dırnaqda olacaq. Çünki medalın adı ilə adlanır. Medal kiçik hərflə olacaq. Şuşanın. Şuşan azad olmasına görə. Bir də bunların içərisində milli qəhrəman deməli adı böyük hərflə olacaq. Bir də Sovet İttifaqı qəhrəmanı. Hamısı böyük olacaq. Bax, məsələn Mübariz İbrahimov Azərbaycan milli qəhrəman sayılır da və Azərbaycan milli qəhrəmanının mürəkkəb ad sayılır və orada olan bütün hərflər böyük hərflə yazılacaq. Bir də Sovet İttifaqı qəhrəmanı. Bu da böyük hərflə olacaq. Qalan məsələn belə qəhrəman sözü varsa, o mürəkkəb sözün mürəkkəb adının içində o kiçik olacaq. Bir dənə milli qəhrəman, bir də Sovet İttifaqının çıxmaq şərti ilə. Sonra vəzifə adları var. Vəzifə adları. Məsələn deyək ki, nazir olmağı bildirir. Sonra hansısa sədri dinləyə haransa, ola kiçik nə olacaq? Məsələn deyir ki, Milli Məclisin sədri. Mürəkkəb addır. Milli Məclisin sədri mürəkkəb addır. Orada sədri kiçik nə olacaq? Sonra deyir ki, Elm və Təhsil Nazirliyi. Naziri daha doğrusu üzrəyəm. Elm və Təhsil Nazirliyi olsa, o heç nazirliyi böyük olacaq. Naziri desəm əgər burada, nazirliyi kiçik olacaq. Bir adamla bir vəzifə söhbəti gedir artıq burada. Vəzifədir bu. Baş nazir olsa belə, yenə də o kiçik nə olacaq nazir sözü. Bunu yaddasan, vəzifə adlarında. Deməli, bir də vəzifə adlarının qabağında nazirliklə bağlıdır. Deməli, Səhiyyə naziri, deməli, deyək ki, Səhiyyə naziri yazılır, S böyük, nazir kiçik. Deyir ki, Azərbaycan Respublikasının Səhiyyə naziri. Artıq Səhiyyə kiçik olacaq burada. Niyə? Çünki sahə adı bildirir. İki dənə nazirlik adı var, nazir adı var ki, deməli, onların nazirdən sahə adı da kiçik olur. Məsələn, deyirəm ki, deməli, bir dənə sizdə xatırlayayım. Kənd təsərrüfatı naziri. Kənd təsərrüfatı naziri. Kənd böyük, çünki o ilk sözdür orada. Deməli, təsərrüfat kiçik, nazir də kiçik. Amma desəm, kənd təsərrüfatı nazirliyi artıq hamısı böyük. Anladıq? Bax, bunlara diqqət edin. Vəzifə adı, bir də bu iki dənə adı, kənd təsərrüfatı, bir də səhiyyə. Bu sahə bildirən sözlər kiçik hərflə olur. Nazir ümumiyyətlə vəzifə adı bildirəndə hamısı kiçik olur. Bir dənə vəzifə adları bildirəndən prezident böyük hərflə olur. Bax, Azərbaycan Respublikasının prezidenti. Bax, yazılıbsa prezident böyük hərflə olacaq. Vitse-prezidenti yazılıbsa kiçik hərflə olacaq. Bax, bir dənə prezident sözünü yadda saxlayın ki, bir dənə böyük vəzifə adlarının içərisində böyük hərflə yazılan bir dənə odur. Vitse-prezident artıq o kiçik olacaq. Azərbaycan Respublikasının vitse-prezidenti kiçik olacaq. Vitse-prezident. Ondan sonra prezident sözü əgər mürəkkəb ad kimi işlənməyibsə, o böyük hərflə olur artıq. Bir çox məsələn ölkələrin prezidenti var. Burada prezident nə böyük olsun ki, mürəkkəb adı yazaraq yaratmayıb ki. Başa bax, ona görə onlara diqqət edəcəksiniz. Ondan sonra ləqəb, titul bildirən sözlər var. Məsələn, yazıram bura. Şah, xanım, bəy, ağa. Bax, belə deməli sözlər var ki, onlar insan adının qarşısında olsa əgər böyük hərflə olacaq. Sonrasında gəlsə əgər kiçik hərflə olacaq. Məsələn, buraya yazıram ki, məsələn, Nadir Şah, kiçik. Bax, Şah kiçiklə yazdım. İndi Şah sözünü böyük hərflə yazmaq istəyirəm və o tərəfə keçirəm. Deyirəm ki, Şah İsmail. Bu qayda bunlara da aiddir ya, o birisində. Və ləqəb titul bildirənlərin hamısına aiddir bu. Bir də elə ola bilər ki, bu şahdı, bu sözlər bitişib insan adına, orada artıq mürəkkəb adı yoxdur. Mürəkkəb söz var orada. Çünki mürəkkəb adlar necə yazılmalıdır? Mütləq ayrı yazılmalıdır demişdik. Məsələn, deyək ki, nətər ola bilər bu?
bir dənə şah sözünün bitişik yazılan sözlərində də ola bilər ki, nə bilim, belə onlarda yəni elə sözlər var ki, ola bitişik, insan adına bitişik özü və insan adı kimidir, xüsusi isim kimi işlənir olar. Məsələn, qız xanım. Qız xanım bitişik yazılır. Məsələn, insan adı, xüsusi adı da. Orada mürəkkəb adı yoxdur heç. Xüsusi isim var orada. Və orada xanım onsuz kiçik olmalıdır, çünki sözün tərkibində olan sözdür. Anladıq? Bax, belə şeylərə diqqətli olun. Ondan sonra davam edirik. Biz dedik ki, təşkilat adları böyük hərflə yazılır. Bu məktəb, gimnaziya, vəqf, lisey, bunlar kiçik olur. Yox, bunlar kiçik olur. Ali məktəb adıdırsa əgər böyük hərflə olur. Amma yox, orta təhsil səviyyəsindədirsə kiçik olur. Bir dənə birinci söz məsələn yazılır ki, bura ki, bir dənə məktəb adı yazaq bura. Məsələn, Avropa liseyi. Kiçik hərfdir. Sonra sizin orta məktəblərinizin adı olsun belə. İlk söz böyük nə olacaq? Orada xüsusi isimlər varsa onun tərkibində, onlar böyük olacaq, o heç. Məsələn, yazılıb ki, deməli, Xaçmaz rayon Zərifə Əliyeva adına 8 nömrəli məktəb. 8 saylı məktəb. Orada adına, yanında, üzrə bayaq danışmışdım. Bunlar kiçiklə fərqləndirici söz edir. Onlar kiçiklə olur. Oğlu, qızı da ola bilər. Onlar da fərqləndirici söz gedə bilər. Deməli, onlar kiçiklə olur. Burada bax, Zərifə Əliyeva, bunlar böyük hərflə olur. Adına heç, Xaçmaz rayon, onlar Xaçmaz böyük, rayon kiçik. Deməli, məsələn, tam orta məktəb deyirəm də, tam da kiçik, orta da kiçik, məktəb də kiçik. Məktəb, vəqf, lisey, gimnaziya olanda, onlarda birinci söz, yəni ya da xüsusilik bildirən sözlər böyük hərflə yazılacaq. Deməli, mürəkkəb adlarla bağlı, baxaq görək ki, nəyə deyə bilərik ayrıca. Bunların yazılışını çalışdıq ki, ümumi şəkildə yadımızda saxlayaq və düz yazaq həmişə. Dövr adları da ola bilər, onlar da mürəkkəb adı olur. Dövr adı. Deməli, məsələn, neolit dövrü. Bax, ilk söz böyük, sonraki kiçik. Burada bir şey də var, mən sizə deyəcəm. Məsələn, deyirəm, tunç dövrü. Tunç dövrü. O mürəkkəb adıdır. Hardan bilirəm mürəkkəb adı? Çünki xüsusilik bildirir də, bir dövrün adıdır, xüsusi bir dövrün adıdır bu. Deməli, ilk söz böyük nə olur? İkincisi isə kiçik olur. Dırnaqda da olmur. Nə üçün dırnaqda olmur? Çünki hamı belə qəbul edir. Onu bir adam ad verməyib ki, orada tunç dövrü. Yəni, bir qurumun adı deyil ki bu, bir sahənin, bir adamların, hansısa adamın yeri deyil ki, o adı deyil ki. Ona görə də bu, xalq tərəfindən elə qəbul olunduğu üçün yazılır. Nədə adı? Dırnaqsız yazılır. Sonra, burada baxıram ki, tunç xüsusidir, yəni dövr xüsusi deyil artıq. Ümumi bir sözdür. Deməli, orada dövr kiçiklə olacaq. Əgər bunun qarşısına sözlər artırmışamsa, olur axı belə dövrlərin qarşısına. Erkən tunç dövrü məsələn. O böyük olacaq, tunç da böyük olacaq artıq. Məsələn, bax, yazaq. Deməli, erkən tunç dövrü. E də böyük, T da böyük, dövr kiçik artıq. Sonra, deməli, başqa dövr adlarının tarixdən nə deyə bilərik? Buna oxşar. Daş dövrü. Daş dövrü deyə bilərik. Bax, əvvəlində söz. Orta tunç dövrü. Orta tunç dövrü məsələn. Ox böyük, tunç da böyük, dövr kiçik olacaq. Bunu bax, belə yadda saxlayaq. Dövr adları gedir bu. Sonra keçirik. Hansı ki, mürəkkəb adın tərkibində əlamətdar gündürsə əgər. Gün sözü varsa, bax, bu söz. Deməli, bir də gün sözü. Orada bütün hərflər böyük olacaq. Gün sözü varsa, mürəkkəb adının içində əlamətdar gündürsə əgər. Əlamətdar tərkibə düşən günlərdirsə əgər. Deməli, orada bütün hərflər böyük olacaq. 8 mart. Yox, gün olsun orada. Məsələn, onu necə yazırlar? Beynəlxalq Qadınlar. Beynəlxalq Qadınlar Günü. Bax, belə. Əgər tarixə düşən gün, tərkibə düşən gündürsə əgər, onda belə yazılırlar. Səfər günü. Hə? Səfər günü.
Zəfər günü, ay sol, belə əlamətdar gündür. Onlar böyük hərflə olur. Sonra deyirik ki, bayram sözləri var. Bayram, bax, mürəkkəb adlı sözlər var. Bunlar kiçik hərflə olur. Novruz bayramı. Hə, məsələn yazılır bura ki, Novruz bayramı. Qurban bayramı. Hə, onlar deyəcəm nəyə görə? Bayram. Novruz heç yox, xüsusilik bildirən bir sözdür. Bayram isə təqvimə düşən bir gün deyil. Çox bayram. Bayram çox var çünki. Ona görə də kiçik hərflə olur o. Amma gün isə bax bu bir dənədir. 365 gün içərisində bir dənə gündür ki, qadınlar günüdür. Ona görə də bunu böyük fərqləndirirlər. Böyük hərflə yazılır. Bax, siz belə yada saxlayırsınız. Sonra dünya Azərbaycanlılarının həmrəylik günü. Bütün hərflər böyük olacaq. Bax, belə şeylərə diqqət edək. Ondan sonra baxaq görək, nə saatlərlə bağlı çalışdıq ki, bunlarla bağlı bu qədər. Mürəkkəb adla bağlı olan izahımız bu qədər. Nəysə əgər demədiksə, yəni onsuz da qabağımıza çıxacaq olar. Deməli, onları da öyrənərək, sonradan öyrənərək. Ola bilər ki, indi nəysə unudub demək bilərəm. Amma çalışdım ki, hamısını deyim. Yaxşı, başlayaq bundan sonraki izahımıza. Bunu saxlayayım.